topa simvolik ilk toxunuşu. Vətən müharibəsinin 44 günlük müharibənin iştirakçısı, eyni zamanda idman mediasında çox yaxşı tanış olan və yaxın olan şəxs Mahal Məmmədov yerinə yetirəcək. Bu turun bütün oyunları məhz belə gözəl şəkildə başlayır. Alqışlar Mahal Məmmədova, 44 günlük müharibənin iştirakçısı. İnci İsmailov fitini səsləndirdi, oyun başladı. Araz Naxçıvan, Karvan Yevlax matçı. Bu iki komanda yaşayıblar. Komandalar ötən turda. 10-cu turda bu arada Felipe Santos'un zərbəsi uzaq gücü istiqamətində qeyridə qalındı. 4 qol ötürməsi var Felipe Santos'un aktivində. Qol vurmaq işinə isə digər futbolcu cavab dehliyi daşıyır bu mövsüm. Bu Bamuaka Simakkaladır və kifayət qədər yaxşı gəlir öz işinin öhdəsindən. Sol cinahdan gəlir şimdi Karvan Yevlax futbolçuları. Gavi Thompson'un zərbəsi çox təhlükəli idi. Karvan Yevlaxın əks hücumu Thompson, Araz Abdullayev, Araz cərimə meydançasında Araz çəkdi sonuna, Araz Abdullayev və gol! Araz Abdullayev! Premier Liga qayıdışdan sonra ilk golu! Mövsümdə ikinci dəfə start heyətdə meydana çıxdı Araz Abdullayev və Araz Naxçıvanla maçda 16-cı dəqiqədə hesabı açdı. Bu qolu bütün komanda ilə qeyd edir Araz Abdullayev. Belə qolları onun ifasında illər öncə izləməyi, görməyi öyrəşmişdik. Uzaq güncə topu göndərdi Tərlan Əhmədlin. Topu götürə bilməyəcək nöqtəyə zərbəni indirdi. Hər şey doğru etdi. Yusuf Baro'dan bax iki hərəkətlə sıyrıldı. Və istədiyi zərbəni indirdi. Flandiyalı futbolçunun artıq 2 qolu var aktivində. Daha bir həmlə Karvandan qapıya zərbə. Tərlan Əhmədli komandası qoldan xilas etdi 36-cı dəqiqədə. Kyle Spence yedi diqqət mərkəzində idi. Bu isə bir əvvəl Kyle Spence'in keçidi. Qaraqarayevi 2 dəfə aldatdı. Qapıya zərbə indirdi və Tərlan Əhmədli komandasını qoldan xilas elədi. Çox yaxın idi ikinci qol vurmağa Karvan Yevlax futbolçuları. Bugün olduğu kimi. Ötürmək gücü nöqtəsindən Patrik Andradın ifasında başla zərbə Ülvi İskəndərovdan top qapının üstündən keçdi. Mövsümlərin birində meydana sonradan daxil olub səhv etmirəmsə 7 qol vurmuşdu. 3 mövsüm öncə. Səhv xatırlamıramsa. Patrik Andrade sağa ötürmə verdi. Ülvi İskəndərov qoşulub. Ülvi İskəndərov ötürmə etməyə imkan axtar ötürməsi verdi. Zərbə Hamidu Keita'dan amma İrfan Abbasovla oynadı. İrfandan qapı qarşısına ötürmə zərbə Ramondan alınmadı. Qaydan top Felipe Santos'da. Ülvi İskəndərov. Ülvi çəkdi sağına. Hamidu Keita və 1-1. Hamidu Keita. O da Araz Naxçıvan forması ilk golunu vurur. Ülvi İskəndərov qol ötürməsinin müəllifi oldu və hesab bərabərləşdi. Ülvi İskəndərov zərbə indirmək istəyirdi həmin anda. Alınmayan zərbəsi. Nəysə anlaya bilmir meydanda. Baxaq təkrara. Keita asaytda deyildi. Asaytda olan futbolçu Ramon Machado idi. Keita düzgün mövqeyi seçmişdi. Və qol qaydalar çərçivəsində vurulub. Bax burada. Ülvi İskəndərov alınmayan zərbəsi nəticədə hamını çaşdırdı. Müdafiəçilər belə bir gedişat gözləmirdi. Topun həmin nöqtəyə gedəcəyini gözləmirdilər. Daha sonra bəziləri offside olduğunu düşündü. Bəziləri Kamran İbrahimovun topa çıxacağını gözləyirdi. Nəticədə bu qarşılıqdan Hamidu Keita istifadə etdi. 1-1. Fikir verin. Heç Hamidu Keita özü də Araz Abdullayev yaxşı çevrildi burada. Araz mərkəzə tərəf hərəkət edir. Kyle Spence yaxşı buraxdı topu. Vüsal Məhsimovla hücum davam edəcək. Vüsal gözləyir komanda yoldaşlarını. Gavi ilə oynadı. Gavi'dən qapıya zərbə. Top qapını aralı keçir. Küncdən zərbə olacaq. Son toxunuş Araz futbolçularından.
Bu isə Gavi Thompson'un bir qədər əvvəllə indirdiyi təhlükəli zərbə top Patrick Andrade edərək istiqamətini dəyişdi. Təkrarda da bunu aydın şəkildə gördük. Nəsə ola bilər hücum planında qonaqlarda, amma oyun epizodlarında demək olar ki, bütöv komanda ilə müdafiə otururlar. Burada Franco yaxşı çevrildi, burada ötürməsini verdi. Ramon başla zərbə, top dirədə, təkrar zərbə, yenə itir. İnanılmaz vəziyyət Karvanın qapısı qarşısında. Franco'dan Ramon da başla çox yaxşı zərbə indirdi. Top dirə dəydi. Əmrah Buluda dəydi. Qapının önündə yerə düşdü. Topu özünü birinci çatdan Ülvi İskəndərov oldu. Amma o yaxın məsafədən demək olar ki, boş qalan qapını dəqiq nişan ala bilmədi. Çox qüvvət. Ötürmə künc nöqtəsindən qapı qarşısına. Başla zərbə. Uzaqlaşdırın top. Daha bir zərbə Hamidou Keita'dan 50 oyuna işarə edir Keita. Var otağında bir əvvəlki epizod izlənilir. Top Vadim Abdullayevin əlinə deyib. Baxaq bir daha təkrara. Sanki əl bədənə bitişik vəziyyətdə idi. Amma əlbəttə ki, burada xırda nüanslar həmişə 50 oyunda önəmli məqam oynayır. Təkrar. Bunu ifadə edince İsmailov, bəli, təkrarı özü izləyəcək. Əl açıq idi, təbii vəziyyətdə idi, deyildimi? Məhz bu aydınlaşacaq indi. Bunu aydınlaşdırmağa çalışacaq Nicat İsmailov. Yox, əl bədənə bitişi deyil, bax bu rakurs. Vəziyyəti fərqli cür bizə göstərir. Amma indi çətin, çox çətin qəliz epizoddur. Və Vadim Abdullayev sarı vərəqə aldı. Yəni, təkrarı izləyən hakimin yanında durmaq, neysə sübut etməyin mənası yoxdur. Hər hansı bir mənası yoxdur. Sakitləşmək lazım. İstənilən halda sakitləşmək lazımdır. Daha bir rakurs təqdim olunur Nicat İsmailov'a. Vadim Abdullayevə sarı vərəqə göstərildi artıq etirazlara görə. İndi qərarını açıqlamalıdır Nicat İsmailov. Və deyəsən, bəli, penalti nöqtəsini göstərdi Nicat İsmailov. Vadim Abdullayev heç cür barışa bilmir bu qərarda. 11 metrlik cərimə zərbəsini yerinə yetirəcək Araz Naxçıvan. İşarə verildi. Felipe Santos zərbəsi və gol! Araz Naxçıvan 2-1 hesabı ilə önə çıxır əlavə olunmuş dəqiqələrdə. Geri dönüş Araz Naxçıvandan. Yenə də Sumqayıtda Araz Naxçıvan geri dönüş edir. Bu dəfə artıq oyunun sonuna daha az vaxt qalıb. Karvan Yevlax isə yenə də hesabı açdığı maçda hesabda geriyə düşür. Fikir verin təkrarda, baxın, məhz o küncü göstərir Felipe Santos'u. Bilmən nə qədər önəmli oldu bu ya yox və Felipe Santos uşağın göstərdiyi küncə topu göndərdi və hesabı Araz Naxçıvan xeyrinə dəyişdi. Belə maraqlı bir epizod yaşandı. Felipe Santos mövsümdə ikinci qolunu vurur. Qəbələ ilə maçdan sonra ilk dəfə fərqlənir. Və bu oyunda komandasına qələbə qazandırmağa yaxındır. Əlbəttə ki, vaxt var, kifayət qədər vaxt var, amma güc qalıb mı Karvan Yevlaxda? Felipe Santos'dan sıyrıldı. Santos sürüşdü, yerdə qaldı. Dərhal uzun ötürmə irəli. Gavi Thompson zərbə yaxın küncə. Abdullayev özü cərimə zərbəsini yerinə yetirir. Uzun ötürmə irəli. Topu uzaqlaşdırmaq mümkün olmadı. Barker'in zərbəsi, rikaşet, hücum davam edəcək. Shaquille Snow saxladı topu Spence üçün. Kyle Spence yerlə ötürmə, zərbə Barker'dan rikaşet və top qapıdan aralı keçir. İnanılmaz bir vəziyyət. 98-ci dəqiqədə hesab bərabərləşə bilərdi. Budur Barker'in bir qədər əvvəl indirdiyi zərbə və ayaq qoyan Yusuf Paro idi orada. Bəli, Paro'nun ayağından top az qalar Araz Naxçıvan qapısına daxil olacaqdı, amma olmadı. Və bu da finaldir. Araz Naxçıvan Karvan Yevlax maçında Naxçıvanlılar 2-1 hesabı ilə qələbə qazandılar. Çox maraqlı və gərgin mübarizə şəraitində keçən 90 dəqiqənin sonunda məhz Elmar Baxşıyevin getirmələri qələbəyə sevinir.